Milli hərəkat tariximizdən söhbət düşəndə adətən ilk yada düşən siyasi təşkilat 1911-ci ildə yaranmış Müsavat Partiyası olur. Halbuki bundan 5 il öncə meydana çıxmış Azərbaycan türklərinin ilk millətçi siyasi təşkilatı olan Difai Partiyası da kifayət qədər güclü bir təşkilat kimi milli hərəkatımızı və milli şuurumuzun yüksəlişində hər cəhətdən güclü bir millət kimi ortaya çıxmağımızda çox böyük rol oynamışdır. Difai Partiyasının fəaliyyəti haqqında xeyli dərəcədə arxiv materiallarının üzə çıxmasına və çoxlu dəyərli tədqiqatlar aparılmasına baxmayaraq təəssüf ki, indiyə qədər tarix dərsliklərimizdə Difai Partiyasının fəaliyyətinə yalnız ötəri toxunulur və bu təşkilatın mühüm tarixi əhəmiyyəti layiqincə qiymətləndirilmir. Difai Partiyası 1906-cı ilin payızında adı xalqımızın qeyrət simvoluna çevrilmiş maarifçi, publisist, yazıcı, milli ideoloq, dövlət və ictimai-siyasi xadim Böyük Ziyalı Əhməd bəy Ağaoğlunun başçılığı ilə başda yaradılmışdır. Təşkilatın ilkin və ən güclü özəkləri Qarabağda və Gəncədə təşkil olunmuşdur. Partiya əsasən erməni terrorçularının Rus imperiyasının dəstəyi ilə türk müsəlman əhalisinə qarşı silahlı hücumlar, qırğınlar törətməsinə qarşı türk müsəlman əhalisinin müqavimətini təşkil etmək zərurətindən yaranmışdır. Difai Partiyasının yaradılması haqqında rus və türk dilində ilk çağırışlar 1906-cı il oktyabrında Tiflisdə, Bakıda və Gəncədə ortaya çıxmışdır. Partiya qısa müddətdə müsəlman əhalisindən silahlı dəstələr təşkil etmiş və Cənubi Qafqazda böyük nüfuza sahib olmuşdur. Silahlı dəstələrin yaradılmasında məqsəd həm silahlı hücumlardan qorunmaq, həm də türk müsəlman əhalisinin mənafeyini təmin etmək üçün hökumət orqanlarına güc yolu ilə təzyiq göstərmək olmuşdur. Partiya bu məqsədlə Rus dövlət məmurlarına və ermənilərə satılmış şəxslərə qarşı fərdi əməliyyatlar keçirmişdir. Difahinin Qarabağ Birlik Məclisinin təşkilatçılığı ilə 1906-cı il noyabrın 8-də erməni-müsəlman münaqişəsində erməni tərəfini dəstək verən general-qubernator Qalaşapov Tiflisdə qətlə yetirilmişdi. Qarabağda törətdiyi mənfur əməllərinə görə Difai Partiyası tərəfindən ölüm cəzasına məhkum edilmiş general axır ki, haqlı cəzasını aldı. Bu, Qafqaz müsəlmanlarının şərəf və ləyaqətinin müdafiəsi yolunda Difahinin ilk çıxışı və üst-üstə yığılmış xalq qəzəbinə görə ilk qisas aktıdır. Yaşasın Difahi deyə təşkilatın açıqlamasında bildirilmişdi. Difahi öz fəaliyyətinin dövründə digər sui-qəsd aktlarında həyata keçirmişdir. Partiya yalnız silah hücumlara və qırğınlara qarşı türk müsəlman əhalisinin silahlı müqavimətini təşkil etməklə məhdudlaşmamışdı. Partiya maarifçilik, təhsil, xeyriyyəçilik, kəndlərin torpaq məsələsində üzləşdikləri haqsızlıqların aradan qaldırılması, məhkəmə işlərinin ədalətlə aparılması və sair məsələlərin həllində mühüm rol oynamışdı. Partiyanın pul gəlirləri isə üzvlük haqlarından, əhalidən və imkanlı şəxslərdən xeyriyyəçilik məqsədilə toplanılan puldan, həmçinin müəyyən olmuş qaydaları pozaraq tətbiq edilən cərimələr nəticəsində yığılan vəsaitdən formalaşmışdır. Bir sözlə, Difai xalqımızın ən ağır günlərində sözün həqiqi mənasında ona sahib çıxmış, 1-ci Rus inqilabı zamanı kənd bölgələrində Çar Rusiyasının dövlət strukturlarının fəaliyyətini zəiflədiyi bir dövrdə yarım dövlət funksiyasını yerinə yetirmişdir. Partiya qeyri-legal gizli fəaliyyət göstərmiş, partiya sıralarına qəbul edilən şəxslərə xüsusi danışıqlar aparılmış, onlar and içmişdilər. Partiyanın bəyannaməsində Qafqaz müsəlmanlarının milli birliyi və milli azadlıq ideyaları açıq təbliğ olunmuşdur. Belə ki, partiyanın yaydığı müraciətlərin birində deyilir: Ey Qafqaz müsəlmanları, bizim xaricdəki qardaşlarımız olan türk əhalisi özləri üçün azadlıq və əmniyyət əldə etmişdilər. Bəs nə üçün biz azadlıq əldə etmirik? Biz Difai Partiyası malımızı, canımızı qurban verərək bu yolda çalışacağıq. Siz də bu ağır dəqiqələrdə maddi və fiziki köməklə bizə əl tutun. Təxminən eyni dövrdə Difai Partiyası ilə əlaqəli eyni prinsiplərlə fəaliyyət göstərən nisbətən kiçik müdafiə, qeyrət və sair müsəlman türk təşkilatları mövcud olmuşdur. 1909-cu ildə Çar Rusiyasının təqibi və təzyiqləri nəticəsində Difai Partiyası fəaliyyətinə son qoymuş, Əhməd bəy Ağaoğlu Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmışdır. Partiyanın fəal üzvləri isə 5 il müddətinə Qafqazdan kənara sürgün edilmişdir. Bəzi ehtimallara görə partiya fəaliyyətini gizli şəkildə 1917-ci ilə qədər davam etdirmişdir.